Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Deməli qızlar, yoldaşım gəldi, kargomuz var idi, onu gətirdi. İndi elə bir yerdə açaq. Nələr var bağlamamızın içində bir yerdə baxaq. Yəni elə bundan başlayaq. Burada Raul üçün 3 ədədli şortik kofta almışam. Belə dinozavr şəkilləri ilə koftadır və həmin o şəkillərlə də belə şortikdir. 2-3 yaş almışam. Biraz hələ ki böyük görsəndi gözümə. Raulun isə yaş 9 aylıqdır. Raul sentyabrda olacaq 2 yaşı. Ona görə də belə böyük aldım. Çox vaxtda balaca aldığım zamanda uşaqların əyninə tez balaca olur. Ona görə böyük götürdüm. Bu belə dinozavr şəkillərindəndir. Daha sonra belə pələngli, belə bir motik şəkili ilə pələng şəklindəndir. Biri də belə mışqalı bir şortik koftadır. Onlar da üçlü dəst şəklində, qiymətlərini də yazacağım. Biraz böyük olmağına baxmayaraq yenə də bəyəndim. Daha sonra belə çorablar almışam böyle. Belə dinozavr şəkilləri ilə. Belə hamısı dinozavr şəklidir. 5 cüt çorabdır. Bunları da 3-5 yaş arası seçmişəm. Böyük. Artıq Ajdaya paltar alıram. Gələn ay olmur. Ona görə də Raulə biraz böyük almışam. Belə bir dəst aldım. Bu dəsti də çox bəyəndim. Əsil yaymalıdır. Belə setkalarla. Bunu da 2-3 yaş almışam. Belə mavi rəngdə köynəyidir. Ağ rəngdə də şortikidir. Və bir ədəd də Raul üçün başmaq aldım. Crocs deyilir bunlara. Üzərinə belə dinozavrları yapışdırmaq olur. Bu səhv eləmirəmsə etiketləri belə Crocs'ların üzərinə yapışdırmaq olur, taxmaq olur. Bu da gözəl başmaqdır. İstəsəz belə istifadə edə bilərsiniz, ayağından çıxmasız. İstəsəz də belə adi başmaq kimi də istifadə etmək olar. Bunu mən 21-22 nömrə götürdüm. İndi geyindirərəm Raulun əyninə, görüm necə qalacaq. Raul. Raulcik. Mamasi. Həyətə çıxmısan Raul? Həyətə çıxmışam mamasi. Raulun belə maşını var idi. Dedim elə həyətdə boş-boş gəzməsin. Otursun həyətdə burada maşının üzərində. Çıxartdım biraz uşaqlar hava alsın. Həyətin yəni bu vəziyyətinə fikir verməyin. Çünki təmir gedir. Bu hissə biraz yüksəldilib. İndi yəni tamet falan belə şeylər vurulacaq. Hələ ki çox iş var həyətdə. Qaynatam da belə bir hazırlıq görüb, indi kebab eləyəcək. Toyuq kebabı, toyuq alıb, qənəd alıb. Bizdə qənəd daha çox sevilir. Və kartof, pomidor belə. Bayaq da göstərdim. Çöldə artıq manqalı qalayıb. Və çöldə həyətdə işdə gedir. Qaynım, yoldaşım, bir də Ceyran da yoldaşı bir yerdə nəsə iş görürlər. Mən də biraz düşdüm həyətə. Sonra da qalxdım evə ki
Biraz evdə sərgə səhman yaradım. Süfrəni falan düzəldim. İndi birazdan gəlib oturub yemək yeyəcəklər. Biraz təmizlik eləyəcəm. Hal-hazırda elə pəncərənin setkalarını çıxartdım, yudum. İndi bir-bir o pəncərələri də çıxardacağım. Qəşəng hava var. Ona görə kondisioner söndürdüm. Biraz külək əsir. Raul da burada koridordadır. Hamamın qapısı açıqdır. İndi onu çəkə bilmirəm. Birazdan çəkərəm. O da belə pəncərədə, qapıdan həyətə baxır. Qəşəng hava var dediyim kimi. Külək əsir. İndi pəncərələri açacağım ki, biraz evin havası dəyişsin. İndi buradakı setkanı da aparım, yuyum, tərtəmiz olsun. Həyətin tozu torpağı hələ getməyib deyə setkalar tez çirklənir. Ona görə də bunu yuyum. Bir tərəfdən də burada paltar yuyanı qoşmuşdum. İndi bunun içindəkiləri çıxardım. Yeni birini qoşum. Bugün həqiqətən işlərim çoxdur. Eləyəndə də hamısını birdən eləyirəm. Artıq evi gördüm, keyfim korlandı. Evi belə səliqəsiz görəndə ürəyim sıxılır həqiqətən. Bilmirəm, aranızda kimlər elədi, yorumlarda yazın. Həqiqətən ürəyim sıxılır, yəni evi səliqəsiz görəndə. Hə qızlar, birinci eləyəcəm. 2 porsiya götürdüm. Burada 2 ədəd, 2 stakan süt, 4 stakan su var, 4 stakan un, 4 ədəd yumurta, içərisinə də 1 çay qaşığı duz atmışam. Burada da 8 xörək qaşığı, semçika yağı, günə baxan yağıdır. İndi bunları qarışdıracağım, blenderdən keçirəcəm ki, torpaqlar qalmasın içərisində. Birinci eləyəcəm və biraz çox elədim ki, həm soyuducuya qoyun, üzərinə cem, şokolad yağı falan belə çəkib yeməyə, həm də acı da xoşlayır. Və qalanını da ki, içərisinə filə ilə doldurub qızardacağım filə ilə içərisini. Ona görə 2 porsiya götürdüm. İndi başlayayım hazırlamağa. Bilmirəm sizlərdə necədir, amma bu aralar biraz qərarsızlığım üzərimdədir. Bayaq gördüyünüz kimi güya təmizliyə başladım. Sonra ürəyim sıxıldı. Yəni təmizliyi də tam axıra kimi eləmədim. Təzədən keçdim birinci hazırlamağa. Dedim nəsə maraqlı bir şey bişirim. Yəni təmizlikdən keçdim mətbəxə. İstər-istəməz bilmirəm, havadandır, ya nədəndir. Havalar da dəyişkəndir. Bizə təsir eləyir. Ona görə də belə dəyişkənlik baş verib məndə. Gah ürəyim sıxılır, gah keyfim yaxşı olur. Deyirəm, gülürəm. Arada olur, oturub ağlamaq istəyirəm. Yəni bəzən olur ki, çox sıxılıram. Bilmirəm sizlərdə necədir. Deyilənə görə dolunay var. Ona görə bütün bürclərə də həmin o dolunay təsir eləyir. Aranızda belə bir halla qarşılaşan varsa, mənə də yazsın. Çünki maraqlıdır ki, mənim keyfim niyə belə tez-tez dəyişir. Bu divanı belə elədim. Arada belə dəyişmək, yerlərini dəyişəndə xoşuma gəlir. Hələ ki belə qalsın, eybi yox. Bizdə künc divanı idi. Ayrılır, yəni bir-birindən ayrıldığına görə də belə yerini dəyişirəm tez-tez. Uşaqlar evdə yoxdur. Dedim elə onlar getmişkən mən də evi sərgiyə salım. Yeri falan süpürdüm, hələ silməmişəm. Burada isə blinçiki başladım bişirməyə. Blinçikim bişir. Burada da ətini qovururam. Bu tavam da çox pis gündədir. Bir gün onu təmizləyərik bir yerdə. Bir tərəfdən kinonu qoşmuşam. Öz üçün səsi gəlir oradan. Bir tərəfdən də işimi görürəm. Deməli, başladım bir-bir blinçiklərimi bişirməyə. Biraz sizinlə söhbət eləyək. Bu tavamı da gördükcə ürəyim sıxılır. Yəni, utanıram belə şeyləri videoda düşəndə. Düzdür, mənim səhvimdir. Vaxtında təmizləməliyəm. Amma yəni bəzən olur ki, çatdırmaq olmur. Ona görə də bu hala düşüb tavam. Deməli, bizdə filə ilə blinçiki daha çox sevirlər. Qiymə ilə olanda o qədər də, mal əti ilə olanda yəni o qədər də
yeyirmir. Daha çox filə ilə xoş gəldi bizə. Fileni belə qıymə halına gətirdim. Üzərinə soğanı qovurdum. Daha sonra fileni qovurdum və üzərinə mən kök də əlavə edirəm. Çox dadlı olur. Düzdür, bəzən olur ki, qarşıma çıxır. Kimiləri yumurta əlavə eləyir, qaynamış yumurta, kimisi düyü əlavə eləyir. Bəs sizlər nə əlavə eləyirsiniz qızlar? Yorumlarda yazın. Deməli, blinçiklərimi də bükdüm. Belə qızartmadım, amma qoydum xaladenikə. Və burada da qalan blinçiklərimi bişirdim. Skuşonla ilə də elə bayaqdan gah hacda yeyir, gah mən yeyirəm. Bilmirəm, diyetanın axırı nə oldu. Yəni, xəbərim yoxdur diyetadan hal-hazırda. Belə skuşonkanın çox dadlı olur. Qalanlarını da qoydum soyuducuya. Sabah da səhər yeməyi üçün qızardaram. Çox güman ki, ya da ki, axşam kimsə istəsə qızardaram. Və belə, blinçikimiz də artıq hazır. Burada da gəldim Ceyrangilə, tort hazırlamışdı. Yoldaşımın bibisi qızının məzun günü idi, məzun oldu. Şailə bir daha təbrik eləyirəm səni. Əgər izləyirsənsə, inşallah uğurların bol olsun. Və tortumuzu da götürdük, getdik bibisigilə. Orada da çay falan içdik. Günümüz də belə bitdi. Burada da artıq vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videomu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.